Deməli, 21-ci sualdan davam edirik. Cümlənin şəxsə görə növləri. Ümumiyyətcə, sadə cümlənin şəxsə görə növlərində bir neçə şeyə diqqət eləmək. Əsas məsələ xəbərin olmasıdır. Xəbərin, məsəl üçün, müəyyən şəxsi cümlədə xəbər hər şey ola bilər. Fərqi yoxdur, hamısı yazaq. Bir müəyyən şəxsi cümlə larla bitməlidir, yəni üçün cəmi ilə olmalıdır. Ümumi şəxsi cümlə ya 2-nin təki ilə olur, ya da 3-ün cəmi ilə olur. 3-ün cəmi nə idi? Lar idi. Şəxsiz cümlədə 3-ün təki ilə olmalıdır. Baxaq, deyir, aman istəyənin başını kəsməzlər. Aman istəyənin başını kəsməzlər sözündə diqqət eləsək, larla bitirdir. Deməli, nə ola bilər? Məsələn, bir dənə şəxsiz növ olmayacaq hələk. Cür düşünsək, deməli, bu mübtəda varmı burada? Əgər cümlədə mübtəda varsa, bu müəyyən şəxsi cümlədir. Bir mənalı olaraq. Bu da bir kömək. Deməli, aman istəyən başını kəsməzlər. Bu hər kəsə aiddir. Deməli, bu ümumi şəxsi cümlədir. 3. Atasız uşaq tavansız ev kimidir. Ev kimidir. Kim? Uşaq. Cümlənin mübtədası varmı? Bəli, deməli, müəyyən şəxs cümlə. Yaz axşamı ismi birləşmədir. İdi də idi imiş, deyil, qoşularaq bunu xəbər elədir. Heç nə yoxdur. Şəxsiz cümlənin də tapılma qaydasını yüngül bir kömək eləyək. Kim və nə veririk? Xəbərə sual veririk. Və yaz axşamı idi. Kim və yaxud nə? Əgər cavab verə bilmiriksə, deməli, bu şəxsiz cümlə. Deməli, cavab oldu 3-1-4. Vətənin hüquqlarını müəyyən etmək üçün yollanmışlar. Yollanıblar və hər kəsə aid deyil. Kimlərsə gedib, bir qrup şəxs deyək. Buna da biz deyirik qeyri-müəyyən şəxs cümlə. 3-1-2-4. 3-1-4-2 cavab D variantı. Sonra bu da maraqlı bir klasterdir. Klasterdə əslində cavabdan tapmaq olur. Çünki yumruya bir dənə şey verilib əslində. Mən belə başa düşdüm sualdan. Əldə edilən informasiyalardan məlum oldu. Bax, məlum oldu nə? Nə bilim, nəsə məlum oldu. Deməli, bu mübtədası buraxılmış müəyyən şəxs cümlədir. Bu belə. İndi üçbucaqla dördbucağa bir şeylər tapaq. Yazıb şəxsiz cümlədə olmaz axı. Yəni bu mübtədası buraxılmış cümlələri axtaracaq indi biz. Burada da, burada da. Müəyyən şəxsi cümlə olacaq. Yəni mübtədası var və yaxud düşünə bilirik. Deyəsən, bu hadisəni çoxdan gözləyirdi. Bax, gözləyirdi. Kim? Kimsə gözləyirdi. Hələ ki, bir düzgün cavabdır. Kimsə gözləyirdi. Yəni, hər hansı bir şəxs. Deməli, bu da düzdür. Gözləyirdi. Kim? O. Mənim çox xoşum gəldi. Bax, mənim xoşum ismi birləşmə olacaq. Xoşum gəldimi də frazoloji birləşmə. Bu ikisi elə bil xoşum sözündə bir-birinə birləşir. Bütövlükdə xəbər olur. Deməli, və buna kim nə sualını verə bilmirik, bu şəxsiz cümlədir. Deyirdi ki, hava yaxşı olacaq. Onu silim. Bura diqqət eləsək, cümlədə tabelik bağlayıcısı var. Deməli, bu ümumiyyətcə ola bilməz. Çünki bu sadə cümlə deyil. Bizdən sadə cümlə istəyirdi. Amerika üçün kütləvi qırğın silahı yaratdı. Amerika kim yaratdı? Nə bilim, kimsə yaratdı da. Deməli, mübtədanı düşünə bilirik. Deməli, bu da müəyyən şəxs cümlədir. Amma mübtədası yox. Cavab 1-3-6 B variantı. Cədvələ əsasən vermiş cümlələrlə bağlı yanlış fikir. Yanlış fikir bilirsiniz nədir? Bax, deyirəm, burada yazıb doğrudur plus. Bu da doğrudur. Bu yanlışdır. Bu yanlışdır. Bu doğrudur. Məsələn, bu düzdürsə, biz burada biri cavab götürənmək. Çünki bizdən yanlış istəyir. Yəni, əgər bu səhvdirsə, bu düzdürsə, bəli, yanlış fikir. Yəni, belə bir şey istəyir bizdən. Əgər uyğun fikir olsaydı, onda müsbətlə müsbəti tapırdıq, mənfi ilə mənfi. Baxaq. Türk Dövlətlər Birliyinin yaratdığı mənzərə könülləri fəth edirdi. Fəth edirdi. Nə? Türk Dövlət Birliyinin yaratdığı mənzərə. Yox, səhv dedim. Mənzərə. Hansı mənzərə? Türk Dövlətlər Birliyinin yaratdığı. Üstdən göstərirəm, təyindir. Nəyi fəth eləyirdi? Bu da tamamlıqdır.
Sabit söz birləşməsi nədir? Frazoloji birləşmə. Fəth etmək frazoloji birləşmə deyil. Deməli, bu səhvdir. Müəyyən şəxsi cümlədir. Fəth edirdi. Nə? Mənzərə. Mübtədası var. Bəli, doğrudur. Təyin söz birləşməsidir. Təyin bu idi. Dık plus mənsubiyyət fe'l sifət. Bu da doğrudur. Həm qeyri-müəyyən yiyəlik var, həm qeyri-müəyyən təsirlilik var. Baxaq görək hardadır belə bir şey. Dövlətlər Birliyi doğrudur. Qeyri-müəyyən yiyəlikdir. Könülləri fəth edirdi. Burada qeyri-müəyyən təsirlilik mən görmədim. Deməli, bu yanlışdır. Yazıb bir-biri ilə heç vaxt sintaktik əlaqəyə girməyən cümlə üzvü. Heç vaxt sintaktik əlaqəyə girməyən cümlə üzvü nə ola bilər? Bir düşünək. 5 dənə cümlə üzvü var. Mübtəda var, xəbər var, tamamlıqdır, təyindir, bir də zərflikdir. Məsələn, mübtəda ilə xəbər həmişə bir-birindən əlaqədə olur. Xəbərlə tamamlıq, xəbərlə təyin, xəbərlə zərflik. Deməli, bunlar hamısı oldu bir-biri ilə. Zərflik nə ilə ola bilər? Təyin hər şeylə olur ümumiyyətcə. Onu təmiz çıxdıq. Xəbərdə çıxdıq. Zərflik nə ilə əlaqədə olmalıdır? Xəbərlə əlaqədə olmalıdır. Məsələn, burada desəydi ki, zərfliklə tamamlıq. Bəli, onu düzgün cavab götürə bilərdik. Zərfliklə tamamlığın bir-birinin nə işi var? Və yaxud tamamlıqla nəyi deyə bilərik? Tamamlıqla mübtəda ola bilərmi? Düşünək. Məsələn, deyirəm ki, mən çaşkanı götürdüm. Bəli. Bu da əlaqəsi yoxdur. Nə dedim? Tamamlıqla mübtəda. Başqa ağlıma bir şey gəlmir. Baxaq, burada tamamlıqla mübtəda varmı? Könülləri var. Bir də mübtəda. Bəli, doğrudur. Deməli, işlənib. İndi görək düzgün cavab nə oldu? Mənfi müsbət 1. Bu düzdür. 3 var. 3 nə? 1, 3. Bu açıq sual idi. 1, 3-dür cavab. Bəli. Sualı mən sizə birinci qoymadım. Oxuyasınız deyə. Yaxşı. Davam eləyək. 24-də baxın. Sonra saxlayıb baxın. Mən izah edim. Baxaq. Düzgün fikirləri müəyyənləşdirin. Mürəkkəb zərfin tərkibində müəyyən miqdar sayı işlənə bilməzdir. Niyə işlənmir ki? Bax, məsəl üçün, biraz demək olarmı? Bəli. Deməli, bu səhvdir. Bura bir dənə xətt qoyum. Bu səhvdir. Əslində işlənə bilər. Mürəkkəb ismin tərkibi yalnız feildən ibarət ola bilər. Bəli, ola bilər. Hansı sözlər var? Məsələn, vurha-vurd. Deyir, orada yaman vurha-vurd deyil. Vurha-vurd. Həm avtobuslu basa-bas. Vur-vur. Oldu mu? Düzdür. Mürəkkəb sayın tərkibi yalnız saydan ibarət ola bilməz. Nə olmur ki? 15. İkisi də saydır. Doğrudur. Mürəkkəb isimlər ayrı işlənə bilməz. Bu da doğrudur. Bu səhvdir dedim mən. Mürəkkəb sifətlərin tərkibində müəyyən miqdar sayı işlənə bilər. Mürəkkəb, məsələn, çox mərtəbəli deyə bir söz var. Bu da düzdür. Cavabımız nə oldu? 2, 4, 5. Düzgün fikirlər müəyyən edindir. Şəxsiz cümlənin xəbəri yalnız 3-ün tərkibində olur. Bəli. Qeyri-müəyyən yalnız 3-də olur. Bu səhvdir. Müəyyən şəxsi cümlənin mübtədası buraxa bilirlər. Bəli. Atalar sözü, bütün atalar sözü yox. Mübtədası varsa müəyyən. Bu da səhvdir. Adlıq cümlə müxtəsər də olar, geniş də olar. Bəli. Yəni, bu adlıq cümlənin xəbəri olmur. Amma məsələn, dəniz havası nöqtə. Deyirəm, gözəl dəniz havası. Burada təyində var. Demək, müxtəsər yox, geniş oldu. Cavab oldu 1, 3, 5. 26-cı sual. Düz suala baxın. İndi mən izah edeyim. Deməli, düzgünlükdür, sıxıntılıdır. Düz, düzgün, düzgünlükdür. Sıx, sıxıntı, sıxıntılıdır. Qeyd edeyim ki, hər ikisinin kökü feildir. Düz sözünün kökünün hardan beri feildir? Bu şəkilçiyə baxırıq. Bu şəkilçi feillərdən nəsə düzəldir. Ümumiyyətlə bir qaydadır deyək. Necə tapa bilərik ki, bu sözün öncəki söz, daha doğrusu düz sözü sifətdirmi, yoxsa feildirmi? Bu şəkilçiyə baxırıq. Bu sözü tullayırıq qırağa. Başqa bir söz qoyuruq onun yerinə.
başqa bir söz ağlınıza gəlir. İndi bu şəkilçi təkcə gün deyil də, qıncın, quncun bu şəkilçi və ya qın. Coşqun, coşmaq feildir. Deməli bu da feil.